Salam dəyərli dostlar, hər vaxtınız xeyir olsun. Fizika vadisindən mən Sadiq Şamilov. Bugün çalışacağım sizə maddənin aqreqat halları bölməsindən sualların izahına baxaq və çalışaq ki, video çox uzun olmasın, hissə-hissə sualları eləməyə çalışaq. Oxşar suallardan birini eləyəcəm, qalanlarına siz baxarsınız. Başlayaq. Qablarda temperaturları bərabər olan eyni mayelər vardır. Mayeni tərk edən molekulların sayı ən çoxdur. Mayeni tərk edən molekulların sayı açıq səthin sayəsindən asılıdır. Yəni birinci qabda fikir verin, açıq səthin sayəsi ən böyük olduğuna görə tərk edən molekulların sayı bir də böyük olacaqdır. 2-də deyir ki, mayeni tərk edən molekulların sayı ən kiçikdir. Onda gərək səthin sayəsi kiçik olsun. Açıq səthin sayəsi üzrə söhbət gedir. Onda 3 olacaqdır. Çünki buxarlanmanın surəti asılı olduğu kəmiyyətlərdən biri də açıq səthin sahəsidir. 3-ə baxaq, isti nəm otaqda soyuq borular üzərində su damcılarının əmələ gəlməsi kondensasiyadır. Yəni buxar mayeyə çevrilir. Həmçinin 4-də də isti nəm otaqda soyuq şüşənin təllənməsi kondensasiyadır. Qışda pəncərədə qrovun əmələ gəlməsi desublimasiya adlanır. Çünki sublimasiya bərkdən qaza keçiddir. Qrov əmələ gələndə isə buxar bərkə keçir. Qrov dənələrini görmüsünüz. Naftalin bərk haldan qaz halına keçməsi sublimasiyadır. 7-yə baxaq. 100 Selsiyə götürülmüş 100 qram su buxarı kondensasiya edərkən nə qədər istilik miqdarı ayrılır? Buxarlanma zamanı alınan istilik miqdarı Q bərabər LM'dir. Kondensasiya zamanında bu qədər istilik miqdarı ayrılır. Yəni buxarlanan zaman bu qədər istiliyi alır. Kondensasiyada isə bu qədər istiliyi verir. 100 qramı çevirdiyimiz zaman kilograma 10^1. Eli də verib bizə 2,3, 10 üzəri 6. Bu eləyəcək 2,3 vur 10 üzəri 5. 2,0 buradan ayırdığımız zaman, deməli 2,3'ü 100'ə vurduğumuz zaman, deməli 230, düzdürmü? 10 üzəri 3, yəni 230 kilojoule, əla. Mayenin buxarlanma sürətini necə artırmaq olar? Bu mümkün deyil, xeyr, mümkündür. Mayenin sərbəst sərətini kiçilməklə, xeyr. Xarici təzyiqlə tərs asıdır, onu artırmaqla, xeyr. Mayenin temperaturunu azaltmaqla, xeyr. Mayenin temperaturunu artırmaqla. Hansı hadisə kondensasiya adlanır? Buxarın mayeyə çevrilməsi. Joule bölünsün kilogram nədir? Xüsusi buxarlanma istiliyi. Çünki xüsusi buxarlanma istiliyi L bərabərdir. Q bölünsün M. Həmçinin xüsusi ərimə istiliyi liyamda da ola bilər. Çünki liyamda da bərabər Q bölünsün M-dir. Bunlar artıq standart suallardır. Baxarsınız gənclər. Baxın. Gəlin baxaq məsələn 18-ə. Deyir 100 Selsiyə temperaturlu 1 kilogram su buxarı kondensasiya edib, ondan alınan suyu 0 Selsiyə qədər soyutsaq nə qədər istilik miqdarı ayrılır? Deməli, kondensasiya eləyərkən ayrılıq istilik miqdarı LM-dir. Sonra deyir ki 0 dərəcəyə qədər soyutsaq, bu zaman SM delta T qədər istilik miqdarını ətraf mühitə verəcəkdir. Yəni, kondensasiya eləyəndə buxarlanma zamanı aldığı enerjini ətraf mühitə verir, soyuyan zamanı isə aldığı istilik miqdarını ətrafa verir. Onda L 2,3, 10 üzəri 6'dır. 1 kilogram veribdir. Fikir verirsinizsə M 1'dir. Üstə gəl. S-ni verib, xüsusi istilik tumunu verib 4,2, 10 üzəri 3. Yenə M 1 kilogramdır. M 1 kilogramdır. 1 kilogramlıq suyu çünki deyir. Delta T isə nədir? 100 Selsini 0'a qədər soyutmuşuq. 100 çıx 0. Bunu hesablayacaqsınız. Cavab çıxacaqdır. Zaten baxan kimi görsənir, səhv eləmirəmsə 2,3'dür, 4,2'dir. Toplayanda deməli neçə eləyəcəkdir? Sadəcə 4,2'ni burada 100'ə vurduğumuz zaman burada sıfırlar biraz fərqli olacaqdır. Gəlin buna baxaq. 2,3, 10 üzəri 6, üstə gəl. 4,2, 10 üzəri 3'dür. Burada da 100 var. Bu neçə eləyəcəkdir? 4,2, 10 üzəri 5. Aha. Belə, indi buradan deməli 1,0 bura versək olacaq 23, 10 üzəri 5. Üstə gəlinsin 4,2, 10 üzəri 5 eləyəcəkdir. Topladığımız zaman deməli bunu neçə eləyir gənclər? Gəlin baxaq. 2 tam deməli. Əslində heç buna da ehtiyac yoxdur. 2,3-cü 4,2 gələndə 2,72 megajoule eləyəcək. Çünki 1,0 bura verəndə 10 üzəri 6 qalır. Əla. İndi gəlin baxaq 19'a. Xüsusi yanma istiliyi 2,7 olan, xüsusi yanma istiliyi kiçik Q'dur. 10 üzəri 7 olan neçə qram etil spirti yandırmaq lazımdır ki, 100 Selsiyə temperaturda 27 qram suyu buxarlandırmaq mümkün olsun. Spirtin yanma istiliyinin 50% suyun buxarlanmasına sərf etdiyi nəzərə alın. İndi baxın, spirtin yanma istiliyi Q spirt bərabərdir
M spirt vurulsun Q spirt. Suyun buxarlanma zamanı aldığı istilik miqdarı Q bərabərdir. L su vurulsun M su. Aha. İndi deyir ki, spirtin yanma istilinin 50%. Onda baxın bunu belə yaza bilərik. 50% yarı deməkdir də. M spirt vur Q spirt. 50% nədir? Bunun yarısı nəyə sərf olunur? Suyun buxarlanmasına. L su vurulsun M su. Burada nə deyir tap? Deyir ki, neçə qram etil spirti. Baxın, bu ifadədən M spirt tapacaqsınız. M spirt bərabərdir. 2 vurulsun L su. M su bölünsün Q spirt. Hamısını verib yerinə yazarsınız. Dayı vaxt getməsin deyə mən yazmıram. Fikir versəniz 20 də elə bu sual kimidir. Gəlin baxaq 21-ə. Deyir ki, eyni kütləli iki mayenin temperaturunun onlara verilən istilik miqdarından asılı qrafik təsvir olunmuşdur. Xüsusi istilik tutumları və xüsusi buxarlanma istiliyi. Aha. Baxın, Q buxarlanma zamanı Q bərabərdir. L vurulsun M-ə. Buradan L tapanda L bərabərdir. Q vurulsun M-ə. Burada biz bilirik ki, xüsusi buxarlanma istiliyi L Q-dan və M-dən asılı deyil. Mayenin növündən asılıdır. Bəli, ancaq burada iki dənə fərqli maye verib. Və biz burada baxmalıyıq Q-lara. Baxın, Q-lar görürsünüz. Baxın, bu hissə Q1 deyir. Amma 2-nin hissəsinə baxın, görürsünüz. 2 bu intervalı əhatə eləyib, böyük hissəni əhatə eləyib. Baxın, bu böyük hissə nədir? Q2-dir. Bu qrafika görə Q2 Q1-dən böyükdür. Yəni, ikinci mayenin buxarlanmasına daha çox istilik miqdarı sərf olunubsa, deməli L2 də L1-dən böyük olacaqdır. İndi gəlin xüsusi istilik tutumuna baxaq. İstilik miqdarının düsturu SM delta T'dir. Buradan kiçik S bərabərdir. Q bölünsün M delta T. Eyni kütləli maye deyirsə, M sabit götürülsə və fikir verin. Burada biz Q'ların da sabit qiymətinə baxsaq, kiçik S delta T'nin tərs qiymətinə mütənasib olur. İndi baxaq. Baxın, T'yə belə bir perpendikulyar endirsəm, gəlin bunun rəngini dəyişəyim. Baxın, 1-dən xətt endirsəm, sanki delta T1 buradır. 2-dən belə perpendikulyar çəksəm, delta T2 də yuxarıdır. Bu şəklə görə fikir verirsiniz mavi yerə. Delta T2 böyükdür delta T1-dən. S də bundan tərs asılı göstərir axı. Deməli, S2 də S1-dən kiçikdir. Yəni, L2 L1-dən böyük, S2 S1-dən kiçik. D variantı. Baxın, bu qəşəng bir kəmiyyət yox, keyfiyyət sualıdır. Bəs salam, 2.22-ni də bilərsiniz. Neçə kiloqram etil spirtini buxara çevirmək lazımdır. Q bərabərdir, L, M yazacaqsınız. Buradan neçə kiloqram deyirsə, M tapacaqsınız. Q-nu veribdir, spirti veribdir. İndi baxaq, doyan və doymayan buxara keçək. Nə deyir? Deyir ki, 27 Cl temperatur. Üzərinə 273 gələndə temperatur neçə eləyəcək? 300 Kelvin. Təzyiqini veribdir. Suyun buxarının temp konsentrasiyasını tapın. Su buxarının konsentrasiyası P bərabər NK T ilə tapıla bilər. 0,42 kilopascal, yəni 0,42 vur 10 üzəri 3. Deməli, N-i soruşur. K-nı verib 1,4 10 üzəri mənfi 23. T-ni də verib 300. Buradan N-i hesablaya bilərsiniz. Hətta rahat hesaplamaq üçün 10 üzəri 3'lü buradan 2 sıfır ayıranda bu olacaq deməli 420. 2 sıfır ayıranda 42, ona 420 bərabər olacaq. 300 vurulsun 1,4 10 üzəri mənfi 3, 23 vurulsun N-ə. Zaten deməli 442'ni də 1,4'ə bölüb sonra oradan rahatçılıqla N-i hesablaya bilərsiniz gənclər. Aha, sonra nə deyir? Deyir ki, 2'yə baxaq, sabit temperaturda verilmiş kütləli doymayan su buxarı. Aha, doymayan su buxarı ideal qaz qanunlarına tabedir. Yəni, temperatur nədir? Sabit. Buxarın həcmi 2 dəfə azalanda, yəni V 2 dəfə azalanda rho nə eləyəcəkdir? 2 dəfə artacaqdır. Çünki ideal qaz qanunlarında bilirsiniz ki, sıxlıqla həcm tərs aslıdır. Həmçinin 3'ə baxın, sabit temperaturda doymayan su buxarının həcmi 1,4 dəfə ardında sıxlıq nə eləyəcək? 1,4 dəfə azalacaqdır. Nə deyir? Doyan su buxarının sıxlığını verib, temperaturunu verib, hansı təzyiqdə qaynayar? P bərabərdir. Rho RT bölünsün böyük M-dən hesablayacaqsınız. Sadəcə 27'nin üstünə 273 gəlin. 300 Kelvin gətirib yerinə yazın. Baxın, rho var, M var, R var. T'dəki 300 Kelvindir. Vəssalam. Həmçinin 5'də də siz P bərabərdir NKT ilə hesablayacaqsınız.
Yəni konsentrasiyanı verib 2 vurulsun 10 üzəri deməli 23, 2 vur 10 üzəri 23, K 1,4 10 üzəri mənfi 23, T'də 27 Celsius daxı üstünə 273 gələndə 300 Kelvin eləyəcək. 10 üstü 23 burada var, 10 üstü mənfi 23 var, getdi bunlar. 2-ni vuranda 1,4-ə deməli neçə eləyəcəkdir bu? 2,8, düzdürmü? Onu da vuracaqsınız nəyə? 300-ə də. Aha, deməli, bu neçə eləyəcəkdir? Gəlin hesablayaq. Deməli, 8-i 3-ə vuranda 24, 2, 800, deməli, 40 Paskal eləmiş olacaqdır. 6-ya baxın, doyan buxar nəyə deyilir? Öz mayeyyəsi ilə dinamik tarazlıqda olan buxara deyilir. Aha, 7. Doyan buxarın təzyiqinin mütləq temperatur asılı qrafiki. Siz bilirsiniz ki, doyan buxarda P, Rho, N temperaturdan kəskin asıllıq göstərir. Y bəndi. Həmçinin doyan buxarda Rho da T'dən kəskin asıllıq göstərir. Amma sabit temperaturda doyan su buxarının sıxlığı həcmdən asılı deyil. Ümumiyyətlə, gəlin təkrar eləyək. Doyan su buxarında iki proses var. Sabit temperaturda təzyiq, sıxlıq və konsentrasiya həcmdən asılı deyil. Ancaq sabit həcmdə P, Rho, N temperaturdan kəskin asıllıq göstərir. Buna baxın, çünki doyan su buxarı ideal qaz qanunlarına tabe deyil. Həmçinin sabit temperaturda deyirsə, doyan su buxarı deyirsə, təzyiq həcmdən asılı deyil. Aha, gəlin 11-ə baxaq. Sabit temperaturda doymayan su buxarı. Baxın, qarışdırmayın. Doymayan su buxarı ideal qaz qanunlarına tabedir. Doyan su buxarı tabe deyil. Doymayan su buxarının təzyiqini 1,2 dəfə azaltdıqda sıxlığı neyniyər? Deməli, P-nin düsturu ideal qaz qanunu tabedir axı. Rho RT bölünsün böyüyəm. Təzyiq 1,2 dəfə azalanda sabit temperatur deyirsə, sıxlıq da 1,2 dəfə neyniyər? Azalar. Fikir verin. Bir-birinə oxşuyur. Gəlin 13-ə baxaq. Sabit temperatur deyir və doyan su buxarı deyir. Hə, bax, burada doyan su buxarı deyir. Doyan su buxarında temperatur sabitdirsə, həcmi azaldanda təzyiq dəyişməz. Gəlin baxaq 15-ə. Ağzı bağlı qablarda, ağzı bağlı qab o deməkdir ki, həcm sabitdir. Nə deyir? Doyan su buxarı var. Aha, doyan su buxarının deyir ki, konsentrasiyasını tapın. Bayaq dedik ki, doyan su buxarında təzyiq, sıxlıq, konsentrasiya temperaturdan kəskin düz asıllıq göstərir. Baxın, həcm ağzı bağlı qab deyir, həcm sabitdir. Baxıram qablara 13, 17, 23 temperatur get-gedə artırsa, konsentrasiya da get-gedə nə edəcəkdir? Əziz dostlar, artacaqdır. Həmçinin 16 da eynisidir. Aha, gəlin baxaq bura. Məsələn, 18-ə baxaq. Deyir, tamamilə buxarlanma. Bu qrafik bilirsiniz ki, doyan buxarın doymayana çevrilməsidir. Tamamilə buxarlanma E nöqtəsinə aiddir. 19-a baxaq. Qapalı qabda buxarın təzyiqinin qrafikini verildi. Baxın, bu da doyan buxarın doymayana çevrilməsidir. Harda mayenin kütləsi böyükdür? Təbii ki, A-da böyük olacaq da. Çünki A-dan başlayır yuxarı doğru getməyə. Getdikcə doyan buxar doymayana çevrilir. Yəni, maye, doyan buxar nədir? Maye plus buxardır. Doymayan nədir? Ancaq buxardır. Əla. Deməli, sabit həcmdə temperatur 30% artanda doymayan su buxarının təzyiqi neyniyər? Siz bilirsiniz ki, doymayan su buxarı ideal qaz qanunlarına tabedir. Həzm sabit olanda P ilə T düz asılıdır. 30% artma 1,3 dəfə artmadır. Deməli, temperatur təzyiq neyniyər? O da 1,3 dəfə artar. Gəlin baxaq 21-ə. Deyək ki, qapalı qabda qızdırılan su buxarının təzyiqi. Qapalı qab nə deməkdir, gənclər? Artıq məncə öyrəndik və sabit. Həcm sabitdirsə, konsentrasiyanı tapaq. Baxın, qrafikin AB hissəsi doyan buxara aiddir və get-gedə fikir verirsinizsə ox yuxarı gedir. Doyan buxarda təzyiq, konsentrasiya, sıxlıq da temperaturdan düz asılıdır, kəskin düz özdə. Yəni, B-dəki konsentrasiya A-dan nədir? Böyükdür. Yəni, N, B böyükdür N-A. Ancaq B-dən sonra maye qalmır. Hamısı buxara çevrilir. Yəni, doymayan hala keçir. Doymayan hala keçirsə, fikir verirsinizsə, BC nöqtəsində həcm sabitdir. Həcm sabit olanda konsentrasiyada neyniyir? Bərabər olur. C bərabərdir B-yə. O da A-dan böyükdür elə
A variantı oldu. Həmsinin 22-yə baxaq. Yenə deyir ki, AB BC-dir. Qapalı qab sözü var burada. Qapalı qabı görən kimi sən nə yazdın bura? Həcm sabit yazdın. Həcm sabitdirsə, baxın, doyan buxar doymayana çevrilir. A-dan B-yə doğru gedəndə temperatur artır, təzyiq artır. Deməli, sıxlıq da nə edəcək? Artacaq. Yəni, rho B böyükdür rho A-dan. Ancaq B-də tamamilə buxara çevrilir. B-də buxara çevrilirsə, B-dən C-yə artıq doymayandır. Doymayanda ideal qaz qanunlarıdır. Bəli, bəli. İdeal qaz qanunlarıdır. Yəni, həcm sabitdirsə, sıxlıq dəyişməz. C nöqtəsinin sıxlığı da B-yə bərabərdir. Yəni, rho C bərabərdir rho B-yə. O da böyükdür. Rho A-dan yenə A variantı olmuş oldu. Gəlin, baxaq 23-ə. Deyir ki, göstərilən sabit həcmdəki, bu dəfə özü deyib, sabit həcmdədir, göstərilən nöqtələrdə buxarın kütləsin. Baxın. Bu qrafik yenə doyanın doymayana çevrilməsidir. Yəni, 1-dən 2-yə getdikcə doyan buxar doymayana çevrilir. Əgər doyan buxar doymayana çevrilirsə, yəni maye plus buxar çevrilir buxara. Onda deməli, mayenin kütləsi azalır, buxarın kütləsi neyniyir? Artır. Onda deməli, söhbət buxarın kütləsindən gedirsə, buxarın, diqqət edin, mayenin də kütləsi soruşa bilər. Buxarın kütləsindən gedirsə, deməli, 2 nöqtəsindəki buxarın kütləsi 1-dən böyükdür. Yəni, M2 böyükdür M1-dən. Ancaq 2 nöqtəsində tamamilə buxar əmələ gəlir. Day, maye qalmır. Buxar əmələ gəlirsə, 2-dən 3-ə qədər doymayandır. Doymayanda kütlə sabit qalır. Çünki artıq heç bir çevrimə baş vermir. M2 də M3-ə bərabər olur. Y variantı. Baxın, belə işləyə bilərsiniz. Nə deyir? Sabit temperaturda doyan su buxarının konsentrasiyası həcmdən asılı deyil. Gəlin, baxaq 25-ə. Baxın, nə deyir sualda? Doyan su buxarının halının dəyişməsi. AB kesti zamanı temperatur və kütləsi. Baxın, doyan su buxarında A-dan B-yə keçərkən qrafik təzyiqə perpendikulyardır. Yəni, təzyiq P nə qalıb? Sabit. Təzyiq sabitdirsə, doyan buxarda temperatur da sabitdir. Bunu qoydum bir qırağa. Deməli, temperatur dəyişməz. Ya B-dir, ya D-dir. Kütlənin düsturu doyan buxarda rho V. Temperatur sabit olursa, avtomatik sıxlıq da sabit olur. Aha, indi baxın, sıxlıq sabitdir. Ox sola gedib, yəni V sola gedir. V azalırsa M neyniyər? Azalar. Cavab D variantı. Əla. Gəlin, baxaq indi 26-ya. Yenə doyan su buxarının qrafikini veribdir. Bu qrafik nəyə perpendikulyardır? T'yə perpendikulyardır. Baxan kimi gördüm ki, T sabit. T sabitdirsə doyan buxarda P-də sabit qalır. Rho sıxlıq da sabit qalır. Hətta konsentrasiya da sabit qalır. Yəni, təzyiq dəyişməz. Yenə ya B-dir, ya D-dir. İndi M-ə baxaq. Kütlənin düsturu bəllidir. M bərabər rho V. Rho sabitdir. Ox yuxarı gedəndə həcm neyniyir? Artır. V artırsa, kütlə də artar. Cavabı yenə D variantı. İndi 27-də gəlin baxaq. Yenə doyan su buxarının halının dəyişməsini deyib, əla, qrafik rhoya perpendikulyardır. Fikir verirsiniz, rhoya perpendikulyardır. Deməli, sıxlıq sabitdir. Sıxlıq sabitdirsə, təzyiq, konsentrasiya da sabit qalır. Yəni, deməli, bu temperaturun sabit qaldığı qrafikdir. Temperatur dəyişməz. Ya A-dır, ya B-dir, ya Y-dir. Nə deyir? Doyan buxarın kütləsi. Aha, indi M bərabər rho V-dir. Rho sabitdir. Qrafik sola doğru gedib, bax, V azalıb. V azalıbsa, M də nə edəcəkdir? Azalacaqdır. Dəyişməz, azalar A variantı. Fikir verirsinizsə, bunlar da elə bu tipli qrafikdədir. Nə deyir? Doyan buxarın kütləsini tapın. İndi 28-10 kimdir? 29-a gəlin baxaq. Baxın, 1-2 qrafikindən görürsünüz, T-yə perpendikulyardır. 1-2 qrafikində temperatur neynədir? Sabit qaldı. Sabit qaldı. Fikir verin. 1-dən 2-yə gələndə həcm neyniyib? 2 V0-dan gəlib V0-a. Yəni, həcm 2 dəfə azalıb. Temperatur sabitdirsə, sıxlıq rho var. Ha, o da sabitdir. Onda M bərabər rho V. Rho sabitdir. V 2 dəfə azalırsa, M də 2 dəfə neyniyir? Azalır. Yəni, Y variantı olur. İndi gəlin baxaq 30-a. Onun temperaturu necə dəyişər? Baxın, doyan buxar deyir. 1-2 qrafikinə baxıram. 1-2 qrafiki nəyə perpendikulyardır? Təzyiqə. Yəni, 1-2 qrafikində
təzyiq nə qalıb? Sabit. Təzyiq sabit qalıbsa, sıxlıq, konsentrasiya və temperatur sabit qalır ki, zaten bizdən temperaturu soruşur, dəyişməz deyə qeyd edirik. Vəssalam. İndi yenə baxaq 31-ə. Bir halına 2 halına keçəndə onun təzyiqi. Baxın, qrafik bir haldan 2 halına keçəndə nəyə perpendikulyardır? T-yə. Doyan buxar deyir. Baxın, demək T sabitdir. T sabitdirsə, sıxlıq da sabit qalacaqdır. Gəlin baxaq 32-yə. İzotermik genişlənmədə doyan buxarın kütləsi və molekulların konsentrasiyası. İzotermik genişlənmə o deməkdir ki, temperatur sabit qalır. Amma genişlənmə, yəni həcm neyniyir? Artır. Və nə deyir? Doyan buxarın kütləsi. Temperatur sabitdirsə, deməli, sıxlıq da sabitdir. Təzyiq də sabitdir, konsentrasiya da sabitdir. Yəni konsentrasiya dəyişməz. Aha, kütlənin düsturu M bərabər ρV. Doyan buxarda izotermikdə daxı T sabitdir. Deməli, yuxarıda qeyd etdik ki, ρ sabitdir. Genişlənmədə V artırsa, kütlə də neyin yiyəcəkdir? Artacaqdır. Kütlə artar, konsentrasiya isə dəyişməz. Vəssalam. Aha, bu da qrafiklər bayaq kimidir. Hansı proses izotermik sıxılmaya uyğundur? Doyan buxarın. İzotermik sıxılma o deməkdir ki, gəl birinci bunu yazaq. Temperatur sabit qalsın, sıxılma deyirsə həcm azalsın. Doyan buxarda temperatur sabit olursa, təzyiq də sabit olur. Sıxılma deyirsə həcm azalır, yəni 1-dən 5-ə. 1-dən 5-ə, çünki 1-dən 5-ə qrafik P-yə perpendikulyardır, amma ox da sola gedibdir. Aha. İndi bu uyğunluqlar da artıq bu da bayaq kimidir. Məsələn, gəl uyğunluğun birində baxaq, 36-ya baxaq. Deyək ki, doyan buxarın izotermik sıxılması və izoxor soyması. İzotermik sıxılma nə deməkdir? Doyan buxardan söhbət gedir. T konstant, sıxılma deyirsə V azalır. İzoxor soyma nə deməkdir? Yəni izoxor V sabit, temperatur azalır. Aha. Deyir ki, sıxlıq azalır. Doyan buxarda temperatur sabitdirsə, P, ρ, N sabit qalır. Aha. Amma həcm sabitdirsə, P, ρ, N temperaturla düz asılı. Sıxlıq azalır. Baxın, hada temperatur dəyişir. İzoxor soymada sıxlıq azalır, deməli 2-yə 1 getdi. Molekulların konsentrasiyası dəyişmir. Bu temperatur sabit olanda 1-ə 2 getdi. Kütlə azalır. Gəlin bunu anlamağa çalışaq. M bərabərdir ρ-V. İndi baxaq buna. Fikir ver. Temperatur sabitdir. Temperatur sabitdir. Həcm azalırsa, temperatur sabit olanda ρ da sabit olur. Həcm azalanda M neyniyəcək? Azalacaq. Deməli, bu izotermik üçün doğrudur. İndi gəlin baxaq izoxor. İzoxor da doyan buxarın izotermik sıxılması deyir. Doyan buxarda V sabitdir. T azalırsa, ρ da azalır. İndi M bərabərdir. Yenə ρ-V yazıram. V sabitdir. Bu dəfə izoxor soymada ρ azalırsa M yenə azalır. Deməli, kütlənin azalması hər birinə uyğun oldu. Təzyiq dəyişmir, izotermikə aiddir. Təzyiq dəyişmir, 1 demək 1-ə getdi 4. 2, 4, 2-yə 1, bu Y bəndi olmuş oldu. Baxın, nəzəriyyə suallardır. Mütləq bu suallara diqqət eləyin. Məsələn, gəlin bir dənə də Eylerven var, 38-ə baxaq. AB və AC proseslərində uyğun deyir ki, diaqramda uyğunluqları müəyyən edin və doyan buxardır. Aha, indi gəl AB üçün yazaq. Bax, A-dan B-yə gedəndə qrafik nəyə perpendikulyardır? Təzyiqə. Deməli, AB prosesində təzyiq sabitdir. Ox sola gedib. Yəni, həcm neyniyir? Azalır. İndi AC qrafikinə baxıram. AC qrafiki nəyə perpendikulyardır? Həcmə perpendikulyardır. Yəni, V sabit. Ox aşağı gedib. Yəni, təzyiq neyniyib? Azalıb. Aha, sıxlıq azalır. Bu, aydın məsələdir ki, AC prosesinə aiddir. Yəni, 2-yə aiddir. 2-yə getdi 1. Çünki doyan buxarda sabit həcmdə təzyiq azalırsa, sıxlıq, konsentrasiya və temperatur azalır. Molekulların YK-sı dəyişmir. Molekulların YK-sı dəyişmir. Bu, 1-ə aiddir. Niyə? Doyan buxarda təzyiq sabit qalanda temperatur da sabit qalır. Y kinetikin düsturu nədir? 2-də 3 KT. Kütləsi azalır. Gəlin baxaq. M bərabər ρ-V. AB prosesində təzyiq sabitdir. Təzyiq sabitdirsə, ρ da sabit qalır. Ρ sabit.
V azalırsa M azalır. İndi AC prosesinə baxaq. AC prosesində həcm sabitdir. Həcm sabitdir. Təzyiq azalırsa sıxlıq da azalır. Yəni ikinci AC prosesində həcm sabit qalıb rho azalanda M yenə azaldı. Deməli kütlə azalır. Hər ikisinə uyğundur. Konsentrasiya dəyişmir. Bu AB prosesinə aiddir. Çünki təzyiq sabit qalanda konsentrasiya da sabit qalır. 1, 4, 2'ye 1. Deməli, elə bir cavab varmı? 1, 4. Deməli, 3'ə nə getdi? Konsentrasiya dəyişmir. Bircə dəqiqə. Gənclər, gəlin baxaq görək uyğunluq varmı? Deməli, 1'ə nə getdi? Konsentrasiya dəyişmir. Konsentrasiya həcm sabit olanda doyan buxarda konsentrasiya dəyişə bilir, çünki təzyiq azalıbdır. Deməli, 1'ə 1, ondan sonra 2, YK dəyişmir bu. 2'yə deməli, sıxlıq bir dəqiqə biz düz yazdıq, çünki hər ikisinə 1 yazmışıq. Bir dənə baxaq. Sıxlıq azalır. Sıxlıq azalır. Bu 2'yə 1 gedir. Molekulların YK-sı dəyişmir. Deməli, 1'ə 2 gedir. 1'ə 2 gedir. Deməli, 1'ə nə getdi? 2, 4. 2'yə 1, ortaq 3 Y bəndi. Həmən hər ikisinə 1 yazmışam 2'yə ona görə. Vəssalam. Bitti, getdi. Baxın, bunlara yenə özünüz bir baxarsınız. Gəlin baxaq, məsələn, bu uyğunluq suallarından 43'ə. Qapalı qab deyir. Qapalı qab ona görə deyir ki, sən qeyd eləyəsən ki, həcm sabitdir. Aha. B qabında maye, doyan buxar, A qabında ideal qaz. Temperatur neyniyir? Hər iki qabda artırılır. Baş verən proseslərə baxaq. Kütlə dəyişmir. Bu ideal qaza aiddir. Çünki ideal qazın kütləsi sabit qalır. Kütlə artır. Bu doyan buxara aiddir. Niyə? Çünki həcm sabitdir. Temperatur artırsa M bərabərdir rho V. Doyan buxarda temperatur sabit olanda rho da sabit olur. Düzdür? Amma temperatur artanda rho da artır. İndi həcm sabitdir. Rho artırsa həcm deməli sabit, qapalı qab deyir axı. Rho artırsa M də artır. Sıxlıq dəyişmir. Bu gənclər ideal qaza aiddir. Çünki ideal qazda izoxor prosesdə həcm sabit olanda sıxlıq da sabit olur. Bir deməli bu getdi. Orta YK-sı artır, hər ikisinə aiddir. Çünki hər iki qabın temperaturu artır deyə YK 2D3 KT ilə tapılır. Temperatur artanda YK da artır. Sıxlıq artır. Bu artıq doyan buxara aiddir. Çünki dəfələrlə dedik ki, bayaqdan doyan buxarda sabit həcmdə temperatur artanda bu da artır. 1, 3, deməli 2'ye 2, 5, ortaq 4B variantı. Vəssalam, bitdi, getdi. Bu ortaq edirvenlərə baxarsınız. Nəsə problem bir şey varsa bildirərsiniz. Gəlin baxaq 50'yə. Deyək ki, qrafikin hansı hissəsi doyan buxara uyğundur? Bu doyanın doymayana çevrilməsidir. Baxın bu hissə. Fikir verirsiniz. Deməli, sabit həcmdə su buxarının sıxlıq qrafiki verilmişdir. Deməli, A'dan S'yə olan hissə doyan buxara uyğundur. Gəlin baxaq 51'ə. Deyir ki, buxarın konsentrasiyasını müqayisə eləyin. AB hissəsində. Baxın, buxarın izotermik genişlənməsi var. AB hissəsi doyandır, BC doymayandır. Fikir verin. AB hissəsində təzyiq nədir? Sabit. Təzyiq sabitdirsə, deməli konsentrasiya da sabit qalıb. Yəni AB hissəsində konsentrasiyanı soruşaq, dəyişməz. BC hissəsi isə doymayana aiddir. Ox sağa gedəndə BC hissəsində həcm neyini bu tərəfə doğru gedir də? Həcm artır. Konsentrasiyanın düsturu kiçik M bərabər böyük M bölü V. Həcm artırsa konsentrasiya azalır. Yəni BC hissəsində azalar. Vəssalam. Gəlin baxaq 52'yə. Doyan buxar üzrə gedən proses verilmişdir. Rho-nu soruşur. Doyan buxardır. Qrafik T'yə perpendikulyardır. Yəni doyan buxarda T sabit olanda rho da neyniyir? Sabit qalır. Ox aşağı gəlib həcm azalıbdırsa, deməli rho sabit, həcm azalır. A variantı. Gördüyünüz kimi çox maraqlıdır və bu suallar işlənə bilər. Gəlin 53'ə də baxaq. Səhv eləmirəmsə bu qəbul imtahanlarında soruşulub. Demək, doyan buxardır. Qrafik nəyə perpendikulyardır? T'yə. Yəni T sabitdir. Doyan buxarda T sabitdirsə, rho da sabitdir. Amma ox yuxarı gedir. Yəni həcm V neyinir? Artır. M bərabər rho V. Rho sabit, V artırsa M də artar. Yəni M artsın, T sabit qalsın. A variantı. Vəssalam. 54'ə baxaq. Deyir ki, AB və BC hissələrində buxarın kütləsi. Gəlin baxaq.
AB hissəsində fikir ver. Qrafik nəyə perpendikulyardır? Təzyiqə. Demək, təzyiq sabitdir. Onda doyan buxar, fikir ver. AB hissəsi doyandır, BC doymayandır. Təzyiq sabit qalırsa, demək, rho da sabit qalır. M bərabər rho V. Rho sabitdir. Amma AB-də bax, ox sağa gedib. Yəni, həcm artır. V artırsa, buxarın da kütləsi nə edəcəkdir? AB hissəsində buxarın kütləsi artacaqdır. Yəni, ya A-dır, ya B-dir. BC hissəsində isə artıq ideal qaz qanunları ödənir. Yəni, doymayan hala keçir, dəyişmir. Kütlə dəyişməz. Niyə dəyişmir? Çünki sağa doğru həcm artanda sıxlıq azalır. M bərabər rho-dan M sabit qalır. Və ya qısa da fikirləşə bilərsiniz ki, AB doyandır. Qrafik sağa doğru gedir. Yəni, doyan doymayana çevrilir. Doyan buxar doymayana çevrilirsə, mayenin kütləsi azalır, buxarın kütləsi artır. Amma B nöqtəsindən sonra artıq doymayan hala keçir. Doymayan buxar da ideal qaz qanunlarına tabedir deyə kütlə sabit qalır. Belə də işləyə bilərdiniz. 55'ə baxaq. Doyan buxarın təzyiqinin qrafikini veribdir. Buxarın kütləsi və sıxlığı. Baxıram ki, doyan buxarda bu qrafik V-yə perpendikulyardır. Yəni, bu qrafikdə həcm sabitdir. Amma təzyiq neyinir? Qrafikə görə artır. Doyan buxarda təzyiq artırsa, sıxlıq da artır, konsentrasiya da artır, temperatur da artır. Əla. Demək, sıxlıq artır. İndi sonra kütləni bizdən soruşursa, yenə M bərabər rho V. V sabitdir. Rho artırsa, M də artar. Yəni, hər ikisi artdı, gənclər. Sonra gəlin baxaq 58-ə. Nə deyir? Doyan buxar izotermik genişlənir, sonra izoxor qızdırılır. Doyan buxarın təzyiqi. Baxın, doyan buxarda izotermik deyirsə, deməli T nədir? Sabit. T sabitdirsə, təzyiq sabit qalacaqdır. Avtomatik təzyiq sabit qalacaqdır. Sonra izoxor qızdırılır. İzoxorda nədir? V sabitdir. T artırsa, doyan buxarda təzyiq də artacaqdır. Dəyişməz, sonra artar. Yəni, baxın B variantı. Gəlin baxaq 59-a. Deyir ki, Porsche'nin altında maye və onun doyan buxarı var. Sabit temperaturda, yəni T nəyə bərabərdir? Sabitə. Bir halın iki hala keçində doyan buxarın sıxlığı. Baxın, temperatur sabitdirsə, onda avtomatik yaza bilərik ki, doyan buxarın sıxlığı nə qalacaq? Sabit qalacaq. Bunu yazdıq. Əla. Bunu yazdıq. Doyan buxarın sıxlığı dəyişməz. Ya A-dır, ya D-dir. Porsche'nin bir halından iki halına keçəndə həcm neyinib? Artıb. Həcm artıbsa, deməli, doyan buxar doymayana keçib. Yəni, maye buxarlana bilib də, onda mayenin kütləsi azalar, buxarın kütləsini soruşsaydı, buxarın kütləsi amma artar. Dəyişməz, mayenin kütləsi isə azalar. Yəni, bir rahat da fikirləşə bilərdiniz ki, doyan doymayana keçirsə, yəni maye buxara çevrilir də, düzdürmü? Maye buxara çevrilirsə, mayenin kütləsi azalar, buxarın kütləsi neyinir? Artır. Vəssalam. Problem varmı burada? Aha, məncə yoxdur. Nə deyir 60-da gəlmişə baxaq? Deyir ki, doymayan buxar izotermik sıxılmaqla mayeyə çevrilir. Yəni, baxın, belə gedir də qrafik. Baxın, bu tərəfə doğru gedir. Buxarın kütləsi arasındakı münasibət nədir? Baxın, bir nöqtəsi ilə iki nöqtəsinin kütləsini məsələn müqayisə eləsək, bir nöqtəsində ancaq nə var? Buxar var. Aha. Bax, bu 3 və 2 nöqtəsində isə maye üstə gəlinsin buxar var və buxar mayeyə çevrilir. Deməli, bir nöqtəsindən yuxarı doğru gedərkən artıq buxarın kütləsi neynir? Normalda baxın, bura qədər sabit qalır. Çünki bu hissə doymayandır. Buxarın kütləsi dəyişmir. Amma sıxılır. Baxın, bu nöqtədən sonra artıq, bax, bu sola doğru gedəndə buxar mayeyə çevrilirsə, yavaş-yavaş mayenin kütləsi artır, buxarın kütləsi azalır. Deməli, buxarın kütləsi harda ən böyük olub? 1-də, harda ən kiçik olub? 3-də. Deməli, 1 böyükdür 2-dən, o da böyükdür 3-dən. Çünki buxarın mayeyə çevrilir, baxın. Buxarın kütləsini soruşur. Oxu buram, bax, buxar yazıbdır. Vəssalam. Davam eləyək, konsentrasiya da bunlar kimidir? Artıq özünüz daha rahat hesablaya bilərsiniz. Gəlin baxaq 62-yə. Doyan buxarın təzyiqinin qrafikini veribdir, həcmdən asıllığını, hansı münasibət doğrudur? Məncə, baxın, neyniyə bilərik? Baxın, belə bir xət çəkək 1-dən 2-yə, qırmızı ilə göstərdiyimiz. 1-2 nöqtələrində təzyiq nədir? Bərabər. P1 P2-yə bərabərdir. Doyan buxarda təzyiq bir-birinə bərabər olanda, deməli, temperatur da bir-birinə bərabər olur. T1 T2-yə bərabər olur. Deməli, avtomatik bu getdi. İndi nə etməliyik? Daha sonra müqayisə üçün. Gəlin, bax, belə, buradan belə bir 1-3 nöqtələrini birləşdirək. 1-3 nöqtələrində nə sabitdir? Həcm sabitdir.
Düzdür. Həcm sabit olanda doyan buxarda təzyiqlə temperatur düz asılı olur. Baxın, bu 3-ün təzyiqi, bu 1-in təzyiqi P3, bu da P1. Şəklə görə, qrafika görə P3 P1-dən böyükdür. Deməli, T3 də T1-dən böyükdür. T1 bərabər T2-yə, düzdür. Yəni, T1 T3-dən böyükdürsə, deməli, avtomatik belə yaza bilərik. T1 bərabər T2 o da böyükdür T3-dən. Baxın, belə bir rahat yolla bunu həll eləyə bildik. Sabit temperatur doyan buxarın kütləsi həcmdən düz asılı olur da. Çünki sabit temperatur deyirsə, M bərabərdir rho V-yə. Aha, 1, 2 və 3 nöqtələrində buxarın təzyiqləri arasında deyir ki, hansı münasibət doğrudur? Sabit həcmli qapalı qabda. Sabit həcm, aha, qapalı qabda buxarın sıxlığı verilibdir. Fikir ver, ox sola doğru gəlir. Ox sola doğru gəlirsə, deməli, burada əslində doyan doymayan qrafikdə sizə yerin dəyişiblər. Fikir ver, 1-2 qrafikində, baxın, qrafik nəyə perpendikulyardır? Rhoya. Baxın, 1-2 hissəsi doyandır da, fikir ver. Rhoya perpendikulyardır. Deməli, 1-2 hissəsində rho nədir? Sabit. Rho sabitdirsə, deməli, 1-2 hissəsinə təzyiq neyinir? Sabit qalır. Amma 2-3 hissəsinə bax, 2-3 hissəsinə bax. Rho ilə T tərs asılıdır. Sıxlığın düsturu, deməli, PM bölünsün RT. Rho ilə T tərs aslında P sabit qalır. Deməli, gəlin belə eləyək onda. Deməli, 2-3 hissəsində. Deməli, bu sayəsində belə daha rahat eləyə bilərik. Bircə dəqiqə gənclər, baxın, gəlin mən buranı sileyim. Daha rahat eləyək. Yəni, baxan kimi görsənir. Biz niyə belə uzadırıq ki? Baxın, bu hissə doyandır. Bu hissə nədir? Doymayandır. 1-2 qrafiki nəyə perpendikulyardır? Rhoya. Yəni 1-2 hissəsində rho nə qalıbdır? Sabit. T hara gedib? Sola. Temperatur neyiniyib? Azalıb. Rho sabitdir. Sabit həcm deyir zaten. T azalırsa təzyiq neyinir? Azalır. T azalır. Amma 2-3 hissəsinə bax indi. 2-3 hissəsində isə fikir ver. Bu tərəfə doğru gəlir. Deməli, bu doyan hissədə də. Doyan hissədə rho da azalır, T da azalırsa, demək təzyiq neyinir? O da azalır. Vəssalam. Aha, əziz dostlar, bura qədər suallara baxdıq. İnşallah ikinci hissədə də mütləq bunun ardını paylaşacağım sizlərlə. Hələ ki, burada saxlayaq. Çünki bunun ardı da var. Maraqlı suallar var burada. İnşallah bunların həllini spesifik olaraq sizlə mütləq bölüşəcəm. Aha, hələ ki, burada sonlandıraq. Çünki biraz dəqiq problemlər var. Ona görə inşallah ki, ardını ikinci hissədə mütləq paylaşacağım qaldığımız yerdən. Hələ ki, bura qədər.